Qəşəng də qızsan, özünü niyə bu günə qoysan? Şkafa oxşursan ya. Akademik qala keçirildi və indi mən sizə oradakı geyimlərlə bağlı öz fikirlərimi bildirəcəm. Kimdir bu gözəl? Bu qabırğası falan. Okay, paltarı çox gözəldir. Yəni mənim heç sözüm yoxdur. Mizon Marjolaya heç sözüm yoxdur, amma o içindəki xanıma sözüm var yəni. Elə üzünü bağlasa yaxşıdır. Next. Lucy xanım. Lucy xanım. Paltarın forması yaxşıdır. Materialı elə bil sədərəkdən almısan 2 manata. Materialın keyfiyyəti nə bilim xoşuma gəlmir. Yaraşdırmadım. Xanımın özünü çox bəyənirəm. Xanım da bir qəribə bir brenddən geyinib, Miss Ohe. Laura xanım, ay Laura xanım. Gözəl geyinmisiniz, yaşınıza da uyğundur. Miu miu. Gəldi Anora xanım. Anora xanıma basən. Gəldi Anora filminin baş qəhrəmanı Mickey Madison xanım. Yaşına görə geyinməyib. Getsin. Xoşuma gəlmir. Christian Dior geyinib. Amma paltar sənə yaraşmır ay xanım. Emily çox gözəl geyinib. Jean-Paul Gaultier. Yəni paltarı elə bil əyninə belə oturtdurublar. Paltarla bədən vəhdət təşkil edir. Möhtəşəm. Demi xanım çox gözəldir. Yaşına görə də gözəldir. Paltar da gözəl qalır. Rəngi də gözəldir. Duruşu da gözəldir. Məncə mükəmməl. Penelope Cruz'a söz deyən mənə deyə bilər. Çünki Penelope Cruz'u çox bəyənirəm. Pis də olsa deyəcəm yaxşıdır. Əladır. Və Penelope Cruz xanım geyinib Chanel. Öpürəm səni. Sizcə mənim kumirim kim olacaq? Əlbəttə ki, Zoe Kravitz. Anasını da sevirəm, atasını da sevirəm. Bütün nəslini sevirəm Zoe Kravitzin. Oy, deməli, Yves Saint Laurent'dan geyinib, mükəmməldir. Özünə, statusuna, yaşına, hər şeyə yaraşır. Sydney xanım. Həm geyinib də qara belə düz, Hepburn kimi bir də belə paltar geyinib, stilində bir paltar geyinib. It's okay, qəşəng görsənir. Qəşəngdir, maraqlı deyil, amma qəşəngdir. Olivia da Armani'dən geyinib, baxın. Olivia'nın yaşı azdır mən bildiyim qədərilə. Yaşın azdır. Okay, bəlkə də həqiqətən fotoqrafın günahıdır. Çünki xanımlar hamısı anormal görsənir. Nə bilim, elə bil hə, həm də yox. Next. Adını təzə öyrəndiyim Rachel xanım. Rachel xanım. Boyunuz balacadır. Paltarı da materialı elədir ki, hələ onu qatdalamısınız. Boyunuzu daha da kəsimsiz bir ədəb. Hələ o kəsimin özü nə gündədir. İlahi, keyfiyyətsiz Barbie. Mən bayaqları demişdim, mənim favorim. Məncə ikinci favorim də var. Əlbəttə ki, bu mənim həm yaşıdır. Mənim bəyəndiyim Charlie, xıcıxı, paltar mükəmməl, Yves Saint Laurent mükəmməl paltardır. Yaşına, stilinə, hər şeyə gözəl qalır. Mükəmməl seçim. Bu balacalar da belə də, yəni okey. Selena geyinib Armani'dən, solidli, maraqlı, şık görsənir. Bu Bianco'dur nədir? Neyse, bu onun həyat yoldaşıdır, Benny'dir, nədirsə, buruq saç. Nə bilim, elə bil o deyirlər, o nə geyinsə yaraşmır. Nə deyim mən? Ürəyim ağrıdı. Ürəyim ağrıyor. Yalandan gülür kişi, yalandan gülür.